Herkese salam. Bugün bizim üçüncü dərsimizdir. Bu dərsimizdə biz konstrentlərdən danışacağıq. Konstrentlər cədvəllərə məhdudiyyət qoyulmaq üçün istifadə olunur. Əgər biz cədvəllə məhdudiyyət qoymasaq, həmin cədvəllərdə dublikat datalar, hər hansı boşluqlar, bu və ya digər səhvlərə yol verə bilərik. Bunun qarşısını almaq üçün konstrentdən istifadə olunur. Konstrentin müxtəlif növləri var. Onlara aşağıdakılar daxildir. Not null boş ola bilməz. Unique, unikal olmalıdır. Check yoxlanıcı üçün istifadə olunur. Primary key əsas açar və foreign key xarici açar. Not null boş ola bilməz. Unikaldır, check yoxlanıcı üçün istifadə olunur. Primary key cədvəlin əsas açardır, foreign key isə xarici açardır və iki cədvəl arasında əlaqələndirici rol oynayır. İlk öncə qeyd edeyim ki, primary key özündə not null plus unique daşıyır. Yəni, mən primary key verirəmsə sütuna, o sütun boş olmamalıdır, həmçinin unikal olmalıdır. Yəni, bir dəfə 1 vermişəmsə, yenidən ora 1 daxil edə bilmərəm. Gəlin bir cədvəl yaradaq. Create table, employee və cədvələ məlumatlar daxil edək. Int ID, ID sütunun number tipində olur. Rəqəm daxil edirik çünki. Name, simvol daxil etdiyimizə görə varchar tipində olur. Employee salary, bu da rəqəm tipindədir. Age də, yaşı da rəqəm tipindədir. Pin isə həm rəqəm, həm hərfi özündə birləşdirdiyinə görə varchar tipində olacaq, simvol tipində yəni və 7 rəqəm olacaq. Çünki fin 7 rəqəmdən ibarət. Və cədvəlimi yaradıram. Cədvəl yaradıldı. Əgər mən formada cədvəli yaratsam və ona məlumat daxil eləsəm, insert into employee, values, ID 1, ad Susan, maaş 1000, yaş 27, fin isə 2, 3, hər hansı bir 7 simvol daxil etdim. Daxil olundu. Cədvəlimə baxıram. Əlavə etmişəm. Bir də əlavə edirəm. Yenə əlavə olundu. Bir də əlavə edirəm. Yenə əlavə olundu. Cədvəlimə baxıram. Dublikatlanma var, təkrarlanma var. ID 3 dəfə yazılıb. Yəni employee ID 3 dəfə yazılıb, fin 3 dəfə yazılıb. Yəni belə şeyə yol vermək olmaz. Ona görə bu kimi səhvlərin qarşısını almaq üçün biz constraint istifadə edirik. Mən cədvəli silərəm. Group table employee. Cədvəlim silindi. Sol tərəfdə də yoxdur. İndi gəlin konstantlər verək. ID dediyimiz kimi unikal olduğu üçün biz ona primary key veririk. Yəni təkrarlanmasın ya da boş olmasın. Adı isə yazırıq not null. Yəni ki, boş olmasın. Nə olur olsun, orada bir məlumat olsun. Maaşı çeklə yazırıq. Maaş aralığını yoxlamaq üçün. Bunun üçün biz yazırıq ki, məsəl üçün, employer salary mütləq böyük bərabərdir 400-dən. 400-dən aşağı maaş alan əməkdaş olmasın işdə. Tutalım ki. Yaşı da yoxlayırıq. Məsəl üçün, bizim işlədiyimiz şəxslərin yaş aralığı bizə 18-60 yaş arasında olmalıdır. Tutalım ki, bu zaman constraint check olaraq veririk ki, bizə 18-60 yaş aralığında olan şəxslərin məlumatını daxil etmək lazımdır. Yəni, bu aralıqdan kənara çıxmaq olmaz. Bu zaman biz, əgər bu formada daxil etmək istəyirsə, between and əmrindən istifadə edirik. Between 18 and 60. Yəni 18-60 aralığında olan yaşlar. Burada həm 18, həm də 60 o aralığa daxil olacaq. Fin isə unikal olduğu üçün biz ona unique constraint verəcəyik. Constraintlərimi daxil elədim. Yenidən yaradıram. Cədvəl yaradıldı.
Əgər mən bu dəyəri daxil eləsəm, cədvəlimə baxıram, daxil olundu. Yenə çalışıram, olmayacaq. Çünki burada bizə məhdudiyyətlər var. Niyə primary key nədir? Not plus unique. Amma mən bura 2 dəfə eyni şeyi daxil etmişəm axı. Tutam ki, yaxşı, indi başa düşdük ki, primary key fərqli olmalıdır. Yenə daxil edirəm. Yenə. Çünki yenə unikal konstrahentimizdə problem var. Bizim filimiz unikal olmalıdır. Mən buraya yazmışam ki, fil unikal olsun. Amma mən eyni filini daxil etmişəm. Gəlin bunu dəyişək. İndi isə əlavə olundu. Cədvəlimə baxsam, görərəm ki, adlarda eyb yox. Eyni şəxslərdə ola bilər, eyni maaş ola bilərlər, eyni yaşlar ola bilər. Amma finləri mütləq fərqli olmalıdır. Employee aidləri isə təkrarlanmaz olmalıdır, boş olmamalıdır. Belə. Bugün biz danışdıq not null, unique və check haqqında. Not null boş ola bilməz, məlumat mütləq dolu olmalıdır, unikal olmalıdır, təkrarlanmamalıdır. Yəni şəxsiyyət vəsiqəmizin fini, telefon nömrəmiz, bunlar yəni bizim özümüzə aiddir. Heç kimdə yoxdur, təkrarsızdır. Bunu nəzərdə saxlaya bilərik. Check isə yoxlanışdır. Yaş aralığını yoxlayır, maaş aralığını yoxlayır. Məsəl üçün, əgər mən bunu kopyalayıram, atıram bura. Son 300 manat maaş alsaydı, məsələn, bunu da 3 eləyirəm. ID-mi dəyişdim. Bunu da dəyişirəm. Təbii ki. İndi daxil eləmək istəsəm, mənə deyəcək ki, check constraint-ində problem var. Yəni, yaş aralığı yazmışam ki, daha doğrusu maaşı yazmışam 400-dən çox olmalıdır. Buraya yazmışam ki, maaşı 300. Ona görə daxil eləmir. Yaxşı. Bunu eləyirəm 400, amma yaşı eləyirəm 17. Yenə deyir, constraint-də problem var. Sən onu düzgün istifadə eləmədin. Çünki mən vermişəm yaş aralığı 18-60 olsun. Sən verirsən ki, 17 yaş var. Əgər mən bu 17-ni 18 eləsəm, o zaman mənim datam əlavə olunacaq. Cədvələ gedib baxsam, görərəm ki, mənim datam düzgün formada sistemə əlavə olundu. Yəni, cədvələ hər hansı bir səhv datanın əlavə olunmaması üçün, onun qarşısını alması üçün biz constraint istifadə elədik. Bu dəfə not null, unique və check-ə baxdıq. Gələn dərsimizdə isə primary key və foreign key əlaqəsinə baxacağıq.